Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Müğənni Afət Fərman qızı canlı yayım açaraq müğənni Vəfa Şərifova və Şəbnəm Tovuzunun barışmasına reaksiya bildirib. O ad çəkmədən bu sözlərlə öz fikirlərini ifadə edib. Həmin görüntüləri sizlərə ən təbii müğənnisi kimdir? Kimdir? Yox, mən ona reklam vermərəm. Bax, yazırlar kim, reklam olmaz. Mən Şəbnəməm, kiməsə reklam verirəm. Reklam vermək $10.000 başlayır. Kartım oradadır. Kartımı açsınlar, o da yoxudur. Futsiyib də hamıya pul borçludur. Nəfər versin. Canım, mənim o tərəfdən xəbərim yoxdur. Mən iri işlərlə məşğulam. Gəlmişik, iş görüşməsindəyik. Kim kiminlə barışdı, kim kiminlə vuruşdu. Elə xırda məsələlərlə özümüzü yorulur. Biz burada Həcər xanım bilir, biz dünyanın ən böyük ölkəsində iri işlərlə məşğuluq. Buranın Filip Kirkorovu var. Şou biznesdə burada iri işlər gedir də, yəni. Biz orada xırda şou bizneslə elə də məşğul ola bilmirik. Bəs mən oxumuşdum axı, məndə sığar ikən cahan, mən bu cahana sığmazam. Ona görə də hələ heç bu cahana da sığmazam, amma eybi yoxdur. Bəs eləyər, hə? Mişə? Səsini çıxart, elə bilərlər dəli kimi üzümə danışırıq. Milli şou. Keçən il biraz təcrübəm az idi fikir bildirəndə. Artıq mən belə deyim ki, dünyəvi şou biznesdəyim, dünyəvi. Xırda şou biznesdə, xırda müşkül məsələlərə fikir bildirmək üçün hesab nömrəmə pul yatırım edim. Sizin xətrinizə $1000 ev yoxdur. $1000 göndərin, mən bu gözəl təbii ağzımı yorum. Nətər dedim Mişən? Yəni, keçən il deyəcəksiniz ki, bəs niyə fikir bildirdin? Keçən il, o vaxtda da ermənilərlə kirvəydik yadınızda, sonra Xocalda başımızdan oynaşdılar. Yəni, keçən il elə oldu deyə bu il elə olası deyil ki, İndi fikirləşirəm ki, mən dünyəvi bir şou biznesdəyəm, dünyəvi. Sağımda Filip Kirkorov, solumda Mişa Nanacanov. Mən xeyr ola, məsələn, kimlərəsə reklam verirəm. Milli şou çox təsir edib, fikirdən, əsəbdən yemək də keçmədi boğazımdan. Zarafat bir yana, mənim fikrim sabah partlayış olacaq. Sabahlar deyəcəm, sözümə milli şou. Səhifəmi izləyin, sabah bir dənə qırğın söz gəlir. Qırğın daha doğrusu mövzu gəlir. Eksklüziv sizə deyəcəm. İlan sürünsün, balası da dalı ilə. Nəyimə lazımdır? Keçən səfər söz söhbət olanda siz elə bilirsiniz ki, kimizə tərəfini tuturam. Qətiyyən, onu elə yozmayın. Mən dəliyəm, kimizə tərəfini tutam. Mən tərəf tutaram, Karifey sənətkar. O mənimdə, o elə demirəm. Məsələn, mən sevdiyim sənətkar Zeynəb Xanxanlarovadır. Kimsə nəsə fikrimi soruşarsa, sevə-sevə deyərəm. Amma yoxsa öz taytuşlarımızda mən heç vaxt tərəf tutmaram. Mən özümlə bağlı danışırdım, özümlə. Atalar nə deyir, atlar ölüb, itlərin bayramıdır. Olar.